Şirvan şəhərində mağaza sahibi ilə dalaşan şəxs inzibati məsuliyyətə cəlb edilib. Hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Şirvan şəhər sakini 2000-ci il təvəllüdlü Vüqar Səlimov ucadan səs-küy salıb, həmçinin polisin qanuni tələblərinə məhəl qoymayıb. O, az miqdarda qanunsuz olaraq narkotik vasitə istehlak edib və internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanı yerləşdirib. Məlum olub ki, həmin şəxs TikTok sosial şəbəkəsində yetimləri İctimai adı altında qeydiyyatdan keçib, intiharı problemlərinin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran məlumatlar yayıb. İş üzrə izahat verən Səlimovun sözlərinə görə maddi vəziyyəti ağırdır və azyaşlı uşaqlarını dolandırmaqda çətinlik çəkir. İmkanım olmadığından mağaza sahibinə müraciət edərək kartof və soğanı nisyə verməsini xahiş etdim. Taksi fəaliyyəti ilə məşğul olaraq qazanacağım pulla borcumu ödəyəcəyimi bildirdim. Səsküy ilə danışdığım üçün polis əməkdaşları yaxınlaşaraq məni nizam-intizama dəvət etdi. Daha sonra polis əməkdaşları tərəfindən şöbəyə gətirildim. O, həmçinin bildirib ki, təxminən 3-4 ay əvvəl çay evində olarkən marixuana istifadə edib. Eyni zamanda TikTok internet sosial şəbəkəsində canlı yayın zamanı özümə xəsarət yetirərək paylaşmışam. Hazırda əməlimdən peşmanam. Bir də gələcəkdə belə bir səhvə yol verməyəcəm. Şirvan şəhər məhkəməsinin qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs edilib.